İmtahan tipli testlərin izahı ilə davam edirəm. Baxıram 13-cü testimizə. Deməli, 13-cü testimizdə bizdən positive case istəyir, yəni yiyəlik hal testidir. Yiyəlik halı ya apostrof S ya da S apostrofdan sonra isim işlənməlidir və yaxud da of olan birləşmələrə baxmalıyıq. Baxın, burada biz bilirik ki, woman deməli, kökündən dəyişərək cəmlənən isimdir. Kökündən dəyişərək cəmlənən isimlər S qəbul etmirlər. Onların yiyəlik hal apostrof S-lə düzəlir, deməli düzgündür. Proposalda təklifdir, o da isimdir. Deməli, burada yiyəlik hal var. Daha sonra baxırıq ikinciyə. Burada apostrof S-dən sonra görürsünüz successful verilibdir. Yanında isim yoxdur. Successful da uğurlu deməkdir. Sifətdir yəni. Deməli, bu yiyəlik hal deyil. Bizə isim lazımdır. Daha sonra üçdə dentist vardı. Dentist bir ki, dentistdir, grocerydir, bakersdir, hairdresserdir. Bunların hamısı apostrof S-lə düzəlməlidir. Bəli, düzgündür. 1, 3 düzdür. Daha sonra burada biz bilirik ki, has got-un qısaldılmış olmasıdır. Daha sonra bu da yiyəlik hal deyil və yer kürəsində tək olduğu üçün apostrof S-lə düzəlməlidir. Yanlışdır. Deməli, 1, 3 düzdür. Cavabımız oldu A bəndi. Daha sonra baxıram 14-cü testimizə, article testidir. Deməli, burada baxın uşaqlar, monument sistemdədir, düzdürmü? Monument sistemdədirsə, deməli, artikellarının ikincisi də elədim. Daha sonra burada deyir ki, daşqın şəhərin abidələrində. Burada deməli, məlum şəhərdən, məlum abidələrdən söhbət gedir də. Yəni, ona görə də deyəcək ki, daşqın keçmiş zamanda olan məlum bir hadisədən danışır. Çoxlu ziyan verdi şəhərin abidələrinə. Hamısı da artikel ilə düzəlir, cavab D-dir. Sonra baxıram 15-ci testimizə. 15-ci testimizdə nöqtələrdən sonra advice işlənibdir. Advice isə sayılmayan tək isimdir. Yəni, mən cəmdə işarə əvəzliklərini silməliyim. Daha sonra baxıram, burada mübtədam yudur. Qayıdış əvəzliyində də mən mübtədəyə uyğun seçməliyəm. Yudursa, yourself deməliydi. Deməli, cavabımız olacaqdır. C bəndi. Ya yourselves olur, ya da yourself olur yönü. Sonra baxıram 16-cı testimizə. 16-cı testimizdə baxın uşaqlar, bu sifət testidir, sifət sərf testidir. Deməli, birincidə deyir ki, Lily's character was unbearable. Deməli, dözülməzdir, deyir Lily'nin xarakteri. Burada to be veribdir, to be-dən də sonra sifət işlənibdir, deməli, düzgündür. İkincidə isə smell, biz bilir ki, smell bir iyləmək mənası vardı, bir də iyi vermək mənası vardı. Yəni, sop qəşəng iyi verir. Deməli, əgər iyləmək mənası olsaydı, onda hərəkət olacaqdı, bizə onda zərf lazım olardı. Amma burada iyi vermək mənasındadır deyə zərf yox, sifət lazım idi, pleasant olmalıydı. Daha sonra look-un yanında əgər ki, siz sözünü görsəz, onda sizdən zərf tələb eləyəcəkdir. Çünki hərəkət bildirir. Amma burada görünmək mənasındadır. Sifət istəyir, həbdə sifətdir, düzgündür. Daha sonra burada sim özündən sonra sifət istəyir, zərf yox, olmaz. Deməli, 1, 3 düzdür. Cavabımız olduğu C bəndi. Daha sonra baxıram 17-ci testimizə. Burada son vardı, gələcək zamandır. Gələcək zamanda to be going to ilə olacaq. Cavabımız oldu E bəndi.